Efendimiz sallallahu aleyhi ve sellem bir hadisi şerifinde "Cahidul müşrikine bi envalikum ve enfusikum ve lisinetikum" deməkdədir. Müşriklərlə mallarınızla, canlarınızla və lisanınızla mücadilə edin. Məncə dostlarım, bu hədis çox mühüm bir hədis. Bu arada səhihdir. Əhməd ibn Həmbəl və Ali ibn Nəsai rivayət etməkdə, İmam Hakim Həzrətləri səhih olduğunu söyləməkdədir. İbn Həcərin Buluğul Məramına baxa bilərsiniz üstadın. Düşünürəm ki, ən azından son 3 illik zaman dilimində bu hədis bizim gündəmimizə çoxdan daxil olmalıydı. Nə yazıq ki, biz namaz qıldığımıza görə, oruç tutduğumuza görə bir parça aldanış içindəyik. Yəni ki, məni anlayırsınız dostlarım. Bir ayağa qalxış gərəkli idi yəni.